təvəkkülkar oyunda CSKA Bakı komandası ilə Tigers komandası üz-üzə gəlir. Hər iki komandaya görüşdə vururlar. Heyətləri qısa sizə təqdim edeyim. CSKA Bakı komandasında qapıda Kamran, ondan ön üstədə Kənan, Məsud. Tigers komandasında qapıda İsmail, ondan ön üstədə Riyad, Cavid, Rasim. Hər iki adını bildiyim bunlardır. Hər iki komandaya bir daha görüşdə vururlar. İndi yan xəttdən CSKA Bakı komandası başladı. Asif kiperlə oynadı. Kamran sol cinaha. Niyazi çəkdi sağına. Bir qədər geriyə. Qapıcı meydanın rəqibət hissəsindədir. Qapıya zərbə. Qarşısını kəsdilər. Rəqib oyuncular hələ ki ardıcıl həmlələr izləyirik. CSKA Bakı komandasından hələ ki üstünlük ilk hissənin irəliləyən dəqiqələrində onlara məxsusdur. Yan xəttdən Tigers komandası başlamalıdır. Riyad doğru ötürmə. Sol cinahda Riyadı düşünmüşdü. İndi yan xəttdən onun özü hərəkətliliyi qazandırdı. Rasimin qapıya zərbəsi. Kamran mühafizəsində saxlayır topu. Asif doğru ötürmə. Qarşısını kəsdilər. Qolkiperdə qalır top. İsmail. Rasim bitirdi topu. Pressingi var. Sona qədər mübarizə nəticəsində top yan xəttə yollanır. Asif. Mənlə oynasın birə-birə. Hələ ki gözləyir Kamran. Qapıya zərbə. Qüvvətli alınmışdı. Lakin əfsuslar olsun ki top torlara yollanmadı. İsmail dərhal başladı komanda yoldaşına topu. Gəldi doğru ötürmə. Yan xəttə yollanır. Yan xəttdən CSKA Bakı komandası başlayacaq. Sadiq ötürməsi və Kamran. Asif. Rəqib ait hissədədirlər. Niyazi. Biz onları Top Həvəskar Liqanın oyunlarında da görürük. Artıq onların oyununa bələdik. İndi Niyazi. Ötürməsini sağ cinaha. Sadiq. Ən geriyə. Asif. Hələ ki tək tərəfli oyun nümayiş olunur. İlk hissədə. Asif. Qapını yoxlamaq olar. Kamranı düşündü. Niyazinin ötürməsi qapı qarşısına keçmədi. Tiger komandasından. İndi Kamran. Asif. Niyazi. Kesinlik fayda verir. Rasim. Ötürməsi verdi. Qapıya zərbə. Endirmə mümkün olmadı. Top ayağından qaçır. Kamran. Qapıya zərbə. Belə səhvlər qaçılmazdı. Təhlükəsiz oynamaq lazımdır. Asif. Hələ ki hesab açılmayıb görüşdə. Amma daha doğrusu üstünlük CSKA Bakı komandasındadır. Ardıcıl həmlələr məhz onlardan gəlir. Niyazi sıyrılmağa çalışırdı. Kobulluq qeydalar hakim ona qarşı. Tigers komandasının oyuncusu Niyaziyə qarşı kobud oynamışdı. Referi qayda pozuntusunu qeydə alır. Canlı səddi qurur. Canlı zərbə arxasında bir nəfər var. Topun arxasında Niyazi. Birbaşa qapıya zərbə. Canlı səddən keçmədi. Golkiperlə oynadı. Məsudun ötürməsi keçmədi. İndi Rasim. Ötürməsi Debrines sayağa alınmadı. İndi Golkiper. İsmail. İrəli doğru ötürmə. Sol cinahla. Riyad. Cinahı dəyişir. Komanda yoldaşı üçün. Qapıya zərbə indirməyə.
Məcal tapsalar da Kamran yaxşı bağlamışdı o üçüncü qapısını da. Hələ ki keçilməzdi hər iki qapısı. İndi Məsud ötürməsi keçmədi. Cavid qapıya zərbə Kamran. Uzanaraq topu çıxarır. Top yan xəttdən meydanı tərk edir Kamrandan. Tigers komandası başlayacaq yan xəttdən. Qapıya zərbə Kamran. Bu dəfə də xilas edir qapısını. Hələ ki qapısını da keçid vermir. Rasim ən geriyə qapısını düşündü İsmail. Rasim cinağı dəyişir komanda yoldaşı üçün. Cavid qapıya zərbə. Ən əsas kompliment zərbədə dəqiqli idi, məhz o çatışmadı. Qüvvətli alınsa da zərbə çərçivəyə yolu almır top. Asif Kamran ötürməsi Niyaziyə. Niyazi sağ cinahdan düşünmüşdü komanda yoldaşını. Məsudu. Lakin top ünvanına çatmadı. Riyad. Küncdən zərbə qazandı Chelsea Baku komandası. Qap qarşısını ötürmə. Rasim uzaqlaşdırır. Niyazi var burada. Zonada. Ötürməsi Asifə. Asif qarşısını Riyad kəsir. Uzaqlaşdırır topu Tigers komandası. Yan xəttdən Chelsea Baku komandası dərhal başladı. 6-cı oyuncu kimi Kamran özünü göstərir hələ ki meydanda. İndi qapını yoxladı. Keçid vermədilər. Top yan xəttə yollanır, rəqibə dəymişdi top. Niyazi. Qarşısına Rasim kəsir. Yenidən Kamran. Çatdı topa. Bitirməsini verir. Yenidən Kamran. Niyazi. Qapıya zərbə. Qüvvətli alınsa da bu dəfə də dəqiqlik çatmadı zərbədə. Qapıdan zərbə yerinə yetirəcək İsmail. Dərhal başladı. İndi ötürmə Riyada çatmadı. Bir qədər top müdafiədəki oyunculara dəyərək sürətini azaltmışdı. Bunun nəticəsi topa toxunuşu olmadı. İndi Rasim topladı. Ən geriyə İsmail. Mərkəzdə Riyad var boşda. Sağ cinaha Rasimi düşündü. Hələ ki təhlükəli vəziyyət yaranmayıb. İndi Riyadın qapıya zərbəsi. Möhtəşəm bir ara pası alınmışdı. Lakin tora göndərə bilmədi Tigers komandasının oyuncuları. Qapıya zərbə və gol! Çalan topu torlara yollayan oyuncu olur Chelsea Baku komandasında. Nəhayət ki hesab açıldı. Tigers komandası 0, Chelsea Baku komandası 1. İndi Asif ötürmənin qarşısını kəsdi. Sağ cinaha Niyazi. İndi Niyazini düşürmüş ötürmə. Ünvansız alınır. Sağ cinaha Rasim. Hələ paslaşdılar. Qapıya zərbə indirmək lazımdır. Sol cinaha top gəlib çatır. Qapıya zərbə Niyazi. Təhlükəsiz zonadan topu çıxardır. İndi çobud oyun var idi. Hakim bildirir. İndi xəsarət alan oyuncu elə məhz topun arxasındadır. Kənan. Əsas nə edəcəyi maraqlıdır. Sağında Asif var. Hakimin fiti səslənir. Birbaşa qapıya zərbə.
Top qapının üzərindən meydanı tərk edir. Qapıdan zərbə yerinə yetirəcək. İsmail. Biraz doğru ötürmə. Sadiq komanda yoldaşına topun keçməsinə imkan yaradır. İndi Kamran. Sadiq. Kamran. Asif. Vəliyir özü. Sadiq. Qapı qarşısını ötürmə. Uzaqlaşdırdılar. Asif. İndən Kamran qapını yoxlamağa macal axtarırlar desək. Yeri var. İndi Asif. Sol cinaha Sadiq. Kənanın ötürməsi ünvanına çatdı. Yan xəttə yollayır Rasim topu. Kamran. Niyazi var sağ cinahda. Düşünmək olar onu. Rəqib tam heyət olaraq öz mövqeyindədir. Qapı qarşısını ötürmə və gol! İkinci topu da Kənan torlara göndərir. Hesab 2-0 olur. Chelsea Bakı komandası 2. Tigers komandası 0. Son anda səhv etmirəmsə Kənan topu qapıdan keçirdi. Toxunuş son anda ondan gəlmişdi. İndi Rasim. Çox burada oyun Rasimə qarşı. İndi topun arxasında Cavid var. Canlı səddə də Kənandır. Fit səslənir. Fit səsləndi. Cavid qapıya zərbə! Kamran. Topu onun üzərinə gəlsə də topu çıxarmağı bacarır. Qarşılıq yarandı hələ də. Topu itirmədilər. Qapıya zərbə gələcəkmi? Buraxır komanda yoldaşı üçün Riyadın. Zərbəsi istədiyi kimi alınmadı. Həmin zonanda Kamran yaxşı bağlamışdı. Niyazi. Kamran. Komanda yoldaşlarını səsləyir artıq. Özü irəlilədi. Qapıya zərbə. Top son anda rəqibə toxunaraq qapı xəttində meydanı tərk edir. İkincidən zərbə yerinə yetirilməlidir. Dərhal başlarlar. İndi qapı qarşısını ötürmə. Qapıya zərbə və gol! Bu dəfə də Məsud Chelsea Bakı komandasından fərqlənən oyuncu oldu. Artıq hesab arasındakı fərq get-gedə artmağa başlayır. Biz onların oyununa tam bələd deyilik deyə nə nəticə göstərəcəklərini bəri başdan demək qeyri-mümkündür. Yan xəttdən Tigers komandası başlamalıdır. Ötürməsi verdi Rasim. Sol cinaha. Qapıya zərbə. Kamran bu dəfə də xilas edir topu. İndi irəli doğru ötürmə. İtirdilər topu. Niyazi hissəsi ilə saxladı. 2 nəfər var idi əhatəsində keçməyi bacarmır. Qapı qarşısını ötürmə. Zərbə. Demək olar ki, qapısı ilə üzbəüz idi. Yaxşı dəyərləndirə bilmədi fürsəti. Ötürmə keçmədi Riyaddan. İndi Cavid. Sol cinaha Rasim. Qapı qarşısını ötürmə. Qapıçıya tuş gəlir. Kamran yaxşı gördü komanda yoldaşını. Kənan cinaha dəyişir. Qapıya zərbə. Qüvvətli alınmışdı. Sadiqdən gəlmişdi. Zərbə. Məsuddan daha doğrusu. Qapıya zərbə gəlmişdi az öncəki epizodda. Lakin top qapının üzərindən meydanı tərk elədi. İrəli doğru ötürmə İsmail'dan saxladı komanda yoldaşı. İndi Rasim ötürməsini verdi. Qapıya zərbə. Kamran. Aşırma zərbəni bu dəfə də xilas edir. Artıq neçənci topudur bu. Təhlükəli.
Variantlarda fərqlənirlər və qol! Asif sadəcə toxundu. Hesab 4-0 olur artıq. Hesab get-gedə artmağa davam edir. Chelsea Bakı komandası öz üstünlüklərini qoruyub saxlamağa və bərkitməyə çalışırlar. İndi Rasim ötürməsini verdi. Cavid 1-1 sıyrılır. Son anda Niyazi var idi burada. Müdafiənin sazında yer alıb. Chelsea Bakı komandası başlamalıdır. Yan xəttə Asif. Yenidən Niyazi. Sol cinaha sürətli də ötürməsi mərkəzə. Qapçı İsmail imkan vermir bu dəfə. Məqus edə bildi. Bu dəfəki çıxışlarını. İndi Asif qapını yoxlamaq olar. Qapıya zərbə və gol! Məsud. Hesab get-gedə böyüyür artıq 5-0'dır. Tigers komandası nəsə etməlidir. Yoxsa ağır məğlubiyyətlə üz-üzə qalacaqlar. İndi qapıya zərbə İsmail dəf etdi bu dəfə. Sadiqin zərbəsini ikincidən zərbə qazandı Chelsea Bakı komandası. Mərkəzdən Kamran topu istəyir. İndi qapı qarşı ötürməz zərbə Niyazidən. Qüvvətli gəlmişdi. Top yerə toxunaraq da səmtini dəyişdi. Buna görə də Niyazi istədiyi kimi topa toxuna bilmir. İndi Rasim Niyazi müdaxilə eləsə belə top onlarda qalmadı. İndi yaxətdən onlar başlamalıdır. İndi Asif sol cinahda Niyazi var. Görür boşluğu. Qapı qarşısını ötürmə. Qüvvətsiz alındı. İndi Rasim. Bacardıqları qədər qapını yoxlamalıdırlar. Kamran son anda topa toxunur. Toxunmasa qüvvətli gəlmişdi zərbə. Qarşısını kəsən oyunçu da var idi. Komanda yoldaşlarına qapı qarşısını ötürməyə zərbə! Rasim. Bu dəfə də hədəfdən yayınır. Ardıcıl 2 həmlə Tigers komandasından gəlir. Asif topladı. Bitirməsi verir Niyazi. Sağ cinahdan atdı keçir rəqibini. Qapı qarşısını ötürmə. Toxunmaq lazım idi. Toxunmaq lazım idi. Kənan. Top da sürətli gəlmişdi. Risk edib. Topa başlıq. Zərbə indirmək. Biraz ürəyi istəyirdi. Qapı qarşısında təkrar ötürmə. Sadiq. Qəbulda səhvə yol verir. Top yan xəttə meydanı tərk edir. İndi Tigers komandası. Riyad. Cinahı dəyişir Rasim. Qapını yoxlamaq olar. Riyad. Qapıya zərbə. Kamran bu dəfə də çaş-baş salır rəqiblərini. Toxunuş da yox idi. İndi qapıdan zərbə olacaq. Kamran mərkəzə doğru ötürmə. Asif. Yan xəttdən başlayacaq. Kamran. Qapını yoxlayacaq deyəsən. Qapıya zərbə. Qüvvətli alınsa da top qapının yanına meydanı tərk edir. İsmail, Cavid. Dressingi var. Chelsea Bakı komandasının. İndi əks hücum ola bilər. İndi Rasim. Qapı qarşısına ötürmə. Zərbə! Çiftdən keçmədi. Gücüdən zərbə qazandı Tigers komandası. Qapı qarşısına ötürmə. İndi əks hücum şansı Chelsea Bakı komandasına. Asif. Qapı qarşısına ötürmə. Toxunmaq. Toxunmaq mümkün olmadı. Kənan toxuna bilmədi bu dəfə.
Doğru ötürmə. Yan xətdən top meydanı tərk edir. Kamran top hərəkətini qazandırdı. Niyazi. Top səmtini dəyişsə də ötürmə ünvanına çatır. Demək olar. Kamran. Niyazi. Kamran. Geriyə Asifi düşündü. Hesab arasındakı fərq onları rahat salıb demək olar. Bu ərəfədə zərbə edilmişdi Niyazi. İndi Asif. Kamran. Asif pressing etmək lazımdır ön hissədə. Yoxsa hesab heç də onların ürəyini açan olmayacaq. İndi sağ silahdan Niyazi ötürməsini verdi komanda yoldaşına. Qapı qarşısını ötürmə. Niyazi. İndi yenidən Niyazi çəkdi sağına. Kamran. Sol cinaha Asif. Yenidən Kamranı düşündü. Özü irəlir. Ötürməsi də əla alındı. Sol cinahda. Səsibaşı komandasının oyuncusu. Asif sağ cinaha Niyazi. Ötürməsini verdi. Toxumaq lazımdır. Yenidən ötürmə. Az qalsın avtogol qeydə alınacaqdı. Qapıcı son anda toxundu. Son anda topu 9-luqdan çıxardır demək olar ki. Qapıya zərbə qüvvətli alınmışdı. Müdafiədən top keçmədi. Asif qapını yoxladı. Qapıcı. İkincidən zərbə Cezbaşı komandası yerinə yetirir. Qapı qarşısında yerli ötürmə keçmədi. Yan xətdən yenidən başlayacaqlar. Yenidən ikincidən zərbə. Bu dəfə topun arxasında Kənan var. İndi qapı qarşısını ötürmə. Yenə də ikincidən zərbə. Ən geriyə Kamran. Niyazi. Kamranı düşündü. Artıq rəqibi ait hissədədilər. Asif çevrildi. Ötürməsini verir komanda yoldaşına. Qapıya zərbə indirmək lazım idi. Bir-bir keçir rəqiblərini. Ötürməsi ünvanına çatmadı. Qapıya zərbə Kamran. Top həqiqətən meydanı tərk edir. Qapıya zərbə. Zərbəni indirən də Kamran idi. Bundan bir qədər əvvəlki epizodda bu qapıçının üzərinə turşladı. Kamran. Ötürməsi ünvansız qapı boşdu. İndi Riyad. Qapıya zərbə Kamran. Qapısında keçilmə zirvə kimi özünü göstərir. Qapıya zərbə. Bu dəfə də top rəqibə dəyərək meydanı tərk edir. Sadiqdən top qapı xəttinə yollanmışdı. Rasimin qapıya zərbəsi. Bucaq altından yoxladı. Lakin top qapıdan az fərqlə yan keçdi demək olar. Doğru ötürmə. Başla. Ötürməsini verir komanda yoldaşına. Çatdı ünvanına top. Sağ cinahda Niyazi var boşluqda. İrəlilədi. Qaşını kəsən. Riyaddı. Pressing fayda verdi. İndi Rasim. Dərhal mövqelərinə qayıtmalıdırlar. Rasim sürətli topla. Niyazi qaşını kəsir. Özünü çıxılmaz bir yola sürüşlədi. Top onun özünə meydanı tərk elədi. Niyazi. Ötürməsini verir mərkəzə. İndi Kənan qapı qarşısını ötürmə. Keçmədi.
Cavid son anda topa toxundu. Qapı qarşısını ötürmə. İndi itirdilər bir daha topu. Qarşılıqlı top itkiləri. Niyazi. Ən geriyə Kamran. Asif yenidən Niyazini düşündü. Çəkdi sağına. Qapıya zərbə indirmək olardı. Önü boş idi. Küncdən zərbə. Açıq aşkar. Chelsea Bakı komandası üstündür rəqibindən. İndi Kamran ötürməsini verdi yenidən. Komanda yoldaşına toxunmaq lazımdır. İmkan vermədilər. İndi qapı boşdur demək olar. Niyazi rəqib hissədə də artıq sürüşlədi özü ilə topu. İndi qapını yoxlamaq lazımdır. Qapıya zərbə indirmək lazımdır. Meydanı tərk edir. Toxunsa çıxmayacaqdı yan xəttdən. Rasim var solunda. Riyad önündə. Ötürməsi verdi komanda yoldaşına. Riyada top çatmır. İndi Asif topladı. Bir qədər pauza verir. Yaxşı. Boşluğa. Topu ötürdü komanda yoldaşına Niyazi. Qapıya zərbə və gol! Niyazi. Top torlara öz zəhərini püskürdərək daxil oldu. Qüvvətli bir zərbə ilə 6-cı qola imza atdılar. Chelsea Bakı komandası. Qapısı heç bir şey edə bilmədi bu epizodda. İrəli doğru ötürmə, möhtəşəm alınır demək olar. Nəticə lazımdır əsas. Nəticə Tigers komandasının lehinə. Gəlib çıxır indi Rasim. Yenidən Cavid sağa komanda yoldaşına. Yenidən Rasim saxladı topu. Kamran ötürməsini verdi komanda yoldaşına. İtirdilər topu. Dərhal yerlərinə qayıtmalıdırlar. Sol cinahda sürətlidir. Artıq onun önünü kəsdilər. Rəqib mövqeyini tutur yavaş-yavaş. Niyazi sağ cinahla. Kamran. Hesabın verdiyi rahatlığı görürük biz onlarda. Qapı qarşısını ötürmə. Keçmədi bu dəfə. İmkan vermir Cavid. Yan xəttdən başlayacaq Asif. Ötürmə mərkəzə Niyazi. Qapıya zərbə. Saxlamadan. Sağ ayağı ilə qapını yoxlamaq istədi. Top qapının sağ küncünə meydan təkəli. Qapıya zərbə Kamran. Cins səddi çəkib sanki qapı qarşısına. Top daxil olmaq bilmir. İndi Asif. Yenidən Kamran. Sağ cinaha. Qapı qarşısına paralel ötürmə. Top yaxətdən meydanı tərk edir. Cavid İsmail'la oynadı. Ötürmə mərkəzə Riyad. Komanda yoldaşı axtarır. Qapıcını gördü və onu da hücuma qoşmağa çalışırlar. İndi qapıya zərbə. Top son anda kənardan meydanı tərk edir. Rasim var topun arxasında. Dərhal başladılar. Qapıdan zərbə. Top onun önünə çox düşdü. Top qapı xəttindən meydanı tərk edir. Artıq ilk hissə demək olar ki, yekunlaşacaq. Son dəqiqələr ilk hissədə. Kamran. Sürətlidir. Toplar rəqib hissədədir. Ötürməsini verir. Qapı qarşına paralel ötürmə. Kənar. Fərqlənə bilmədi. Riyad qarşısını kəsir. İndi Niyazi. Sadiq ötürməsini bir qədər geriyə Asif.
Kamran. Yeniden Niyazi. Mərkəzdə Sadiq, Niyazi. Qısa paslarla müdafiədə boşluq tapmaq istəyirlər. Selsiz Bakı komandası. Çox düşündürmüş bir ötürmə ünvanına çatmadı. Qapı qarşısını ötürmə. İndi sıyrılmağa çalışır rəqibindən. İmkansız alınır. Niyazi. Qapı qarşısını ötürmə. Zərbə Asifdən. Qapıçının əlləri arasında qalır top. İndi Rasimə top çatdı. Qapı boşdu. İndi qapıya zərbə və gol. Rasim. Kamran. Şok atır rəqibi oyunçusuna. Ötürməsi də alınır. Hesab 6-1'dir. Fərqlənməyi bacarır. Axırda tilsim qırıldı. Tigers komandasından Rasim topu torlara qovuşturmağı bacardı. İndi Niyazi. Kamran. Niyazi. Kamran. Öz irəlir. Qapıya zərbə və gol! Kamran. Kamran Rəhimli qapısını tərk edərək rəqibə ağır zərbə indirdi. Boş qapıda qalsa da fərqlənməyi bacarır. Son anda bu dəfə də topa toxundu. Və qolla nəticələnir. Toxunsa da Burakursdan biz onu torlara daxil olduğunu görə bilmirik. Hakim bildirir ki, top torlara daxil olub və hesab arasındakı fərq bir qədər azalır. İndi Niyazi, Riyad sonunda ayaq qoyur topa. Və burada nə baş verdi? Zənnimcə qayda pozuntusu var idi. Cərmə meydançasının daxilində qayda pozulmuşdu. Hakim cərmə meydançasının daxilində olduğunu bildirmədi. Qapıya zərbə və gol! İndi tam dəqiq bilmədi, içəri dirəkdən çıxıb yoxsa çöl dirəkdən. Hakim də vara baxmadı. İndi mən qol deyə gördüm. Özü oyuncusu da qapıya zərbə indirdi hətta Tigers komandasından. Qapı qarşısını ötürmə, toxunuş. İndi əks uzun şansı Niyazi, qapısı ilə üzbəüzü. Ötürməsini verir. Qapıya zərbə və gol! Məsud. Sadiq bu dəfə də qapıya yol tapdı. Səhvini düzəldi. Qapıya yol tapan Sadiq idi. Qapı qarşısına paralel ötürmə. Toxunuş olmasa da az fərqli top. Uzaq. Üçüncün yaxınlığına meydanı tərk edir. İndi qapıdan zərbə olacaq. Doğru ötürməsini verdi. İndi qapıya zərbə. Qüvvətli alınmışdı. Məsud zərbəni endirən futbolçuydu. Lakin top dirəklər arasından tora daxil ola bilmədi. Əfsuslar olsun ki, hesab 8-2'dir. İndi qapı qarşısını ötürmə. Asif, Niyazi. Mərkəzə doğru çəkilir. Sağ cinaha ötürməsini verdi. Sadiq, Kamran. Niyazi. Yenidən Sadiq. Qapı qarşısında boşda oyuncu var idi. Komanda yoldaşlarından indi Riyad topladı. Rəqib Atisiyyə daxil olub. Qapıya zərbə. Top az fərqlə qapıdan yan keçir. Asif ötürməsini verdi komanda yoldaşına. Qapı qarşısında ötürmə və gol!
İsmail top tora yolladı. CSKA Bakı komandasının 9-cu qolunu Sadiq torlara göndərdi və hesab arasındakı fərq 7-yə bərabərdir. Möhkəmlənirlər. Zonalarında açıq aşkar üstünlük. Rəqibdədir, qapıya zərbə. Top yan xəttən meydanı tərk edir. Rasim. Mərkəzdə komanda yoldaşı var. Qapısını qoşur hücuma. İndi İsmail. Pressingi var rəqibin. Biraz doğru ötürmə. Rasim. Ünvanında da ötürmə keçmədi. İndi Cavid. Qapıya zərbə. Kamran. İmkan vermədi rəqibə. Susturur rəqibini. İndi Məsud topu itirdi. Biraz doğru ötürmə İsmail'dan. Asif sinəsilər rəqib üçün saxladı və gol! Rasim. 9-3 olur. Aktivinə bir gol da əlavə edir Rasim. Görüşdə ikinci qoldur bu. İndi Niyazi ötürməsi verdi. Sol canağa qapı qarşısında paralel ötürmə. Toxuna bilmədi istədiyi kimi. Məsud. Riyad sol cinahda Rasimi düşündü. Çatır topa. Üçüncüdən zərbə. Riyad. Cavid. Sağ cinahda boşluğu görür. Qapı qarşı ötürmə. Zərbə və gol! Riyad. Hesab 9-4 olur. Fərq 5-ə. İnir. İndi ötürməsini verdi. Qapı qarşısına ötürmə. Kamran. Qapını yoxladı uzaqdan. Lakin top qapının üzərinə meydanı tərk elədi. Artızıl həmlələr hələ ki Tigers komandasından gəlir. Sağ cinah ötürməsini verdi Cavid. 1-1 keçməyə çalışır. Qapıya zərbə Kamran. Çətinliklə də olsa çıxarmağı bacarır qapısından. İndi Niyazi atdı keçir rəqibinin ayaqları arasından. Son anda itirir topu. Qapıya zərbə Kamrandan. İndi Niyazi. Çobud oyun ona qarşı Caviddən. Asif. Kamranı düşündü yenidən. Yenidən Asif. Sağ cinaha ötürməsini verdi. Sadiq. Ya xəttən yenidən məhz onun özü başlayacaq. Sonunda top Riyaddan meydanı tərk eləmişdi. Asif. Cinaha dəyişmək olar. Niyazi var boş sonada mərkəzə çəkilib. Sıyrıldı rəqibindən ötürməsini verir. Komanda yoldaşına Asif yenidən topladı. Kamran. Ötürməsi verir. Kamrana qapıya zərbə. Qapçı İsmail uzaqlaşdırırlar topu. Cavid. Təhlükəli zonadan topu uzaqlaşdırır. Kamran artıq rəqibət hissədədir. İndi qapıya zərbə. Yerlə yaxın ikinci nişan alsa da bu dəfə də dəqiqlik çatmadı. Kamran. Bitirməsi verir mərkəzə. Rasim. Qapıya zərbə, Kamran, yenə də Kamran. İkinci cəhd. Yenə də xilas edir topu. Zənnimcə qapıda çox yaxşı dayanır. Biz onu onsuz Top Əvəzkər Liqasının oyunlarından tanıyırıq. Həm onu, həm Niyazini, həm Asifi. İndi Niyazi sıyrılır 1-1. Çobud oyun yoxdur bidirir hakim. Zənnimcə ayağa zərbə var idi, açıq aşkar. Referi
yaxşı görmədi epizodu, bəlkə də. Bu rakursdan ayağa zərb olduğu açıq aşkar bilinirdi. İkinci həmlədə onun ayağına zərbə var idi. İndi Niyazi, Asif. Kamran. Asif. Ötürməsini verdi komanda yoldaşına. Qapı qarşısını ötürmə. Toxunuş olmadı. İndi Riyad. Ötürməsini verdi. Kamranın zərbəsi və gol! Artıq hesab arasındakı fərq 4-ə yenib. Niyazi ötürməsi mərkəzə Asif. Qapıya zərbə. İsmail irəli doğru ötürməsini verir. İmkan vermədilər. Niyazi sahibli topa. 2 nəfərin əhatəsindən ötürməsi mərkəzə. Komanda yoldaşına Sadiq. İndi qapıya zərbə. Qapıcı İsmail dəf edir topu. Asifidi zərbəni indirən futbolçu. Qapı qarşısına ötürmə uzaqlaşdırırlar Riyad. Kamran qapı boşdur. Qapıya zərbə və gol! Hesab arasındakı fərq 3-ə yenir artıq. Rahatçılıq pozulmağa başlayır yavaş-yavaş. Polad. İkinci dəfə qapıçını məyus edir. Polad. 2 nəfər var əhatəsini ötürməsi. Rasimi düşünmüşdü. Ünvanına çatmadı. Asif. Sıxıldı rəqibinə. Özü irəliyir. Sağ cinahda komanda yoldaşını gördü. Niyazi. Asif itirdi topu. Yenidən Niyazi qazanır komanda yoldaşına. Sadiqi düşünmək olardı. İndi Kamran. İrəli doğru ötürmə boş sonra da saxladılar topu. Qapıya zərbə və gol! Məsud çox baxımlı bir qola imza atdı. Hesab 16 olur. Fərq bir qədər artdı. Yan xəttdən başlayacaqlar. Tigers komandasının oyuncuları. Kamran ötürəsə Rasim. Qapı qarşısı ötürmə Kamran. Xilaskar desə yeridir. Bir neçə təhlükəli epizodda topu məhv eləyib demək olar. Qapıya zərbə. Yenə də toxunuş. Yenə də toxunuş. Küncləri yaxşı qorumağı bacarır hələ ki. Ötürməsi verdi. İndi Rasim. Kamranı sağ cinahda gözləyirdi. Asılmağını istəmişdi. Bir-birlərini başa düşmədilər. İndi Niyazi sürətlidir sol cinahda. Ötürməsini də verdi komanda yoldaşına. Məsud buraxır Niyaziyə. İndi Asif. Kamran. Öz irəliyi mərkəzdə ötürməsi. Sol cinah Asif. İndi Kənan. Qapıya zərbə. İsmail. Keçidi vermədi. Qapısında. İndi Cavid sol cinahda. Polad var. Özü irəliyir. Qapı qarşısına ötürmə. Toxunan oyuncu lazım idi və bu da tapılmadı. İndi Kamran. İrəli doğru ötürmə. Döbrünə sağa ötürmə. Zərbə. Niyazidən qapısının üzərinə tuş gəldi. Yan xəttdən başlayacaq. Chelsea Bakı komandası. İndi qapıya zərbə. Qüvvətli alınsa da İsmail. Mövqeyini yaxşı seçir. Rasim qapını yoxlamaq istəmişdi. Lakin qapının yerlərini səhv salır. Asif var mərkəzdə. Topu götürdü. Özü irəliyir. Niyazi var boşda. Ona da qapıya zərbə və gol! Uzaq 3-cü dəqiq nişan aldı Asif. Hesab 11-6 olur. Hesab 11-6 olur. Rasim topladı. Məndə boşluq idi bura.
Rasim ötürməsini verdi, ünvansız. Toxuna bilmədi Kənan. Doğru ötürmədi Cavid, saxladı. Sol cinahda Riyad var, özü irəliyir. Qapıya zərbə. Top dirəyə tuş gəlir. Gol olduğunu bildirir rakib. Kim bildirir ki top içəridən çölə çıxmışdı və hesab 11-7 olur Niyazi. Kamran çobud oyun ona qarşı. Niyazi ötürməsini verdi Kamal'ın yoldaşına. Niyazi qap qarşıda paralel ötürmə. Qapıya zərbə İsmail. Xilaskar. Riyad keçməyə çalışmışdı, lakin yenə də onların xeyrinə hakim qərar verdi. Topu yan xəttdən, rəqibi də meydanını tərk edib. Oyunun bitiminə son 2 dəqiqədən biraz artıq vaxt qalıb. Rasim Kamran. Qüvvətli bir zərbə, qüvvətli. Qapıya daxil olsa belə Kamran xilas edir topu. Qapı qarşısını ötürməyə keçmədi. İndi əks hücum şansı. Fasiləsiz oynayırlar, bunu da bildirək. Niyazi qapıya zərbə, qopçu toxunur topa. Hakim görüşü bitirdi hər iki komandaya. Uğurlar.